Salam. Müsahibədə verilə biləcək belə bir suala baxaq. Valideynlə əməkdaşlıq şagirdin şəxsiyyət kimi inkişafına necə təsir edir? Valideynlə məktəb arasındakı sağlam əməkdaşlıq şagirdin şəxsiyyət kimi formalaşmasında ən mühüm amillərdən biridir. Bu əməkdaşlıq uşağın təkcə akademik uğurlarına deyil, onun psixoloji, sosial və mənəvi inkişafına birbaşa təsir göstərir. Çünki şagird məktəb və ailədən oxşar dəyərlər, dəstək, eyni tələblər aldıqda özünü daha güvənli, təhlükəsizlikdə hiss edir. Çətinliklə qarşılaşdıqda tək olmadığını bilir. Müəllim və valideyn arasında müntəzəm ünsiyyət olduqda şagirdin güclü və zəif tərəfləri vaxtında müəyyən edilir, onun fərdi inkişafı üçün birgə tədbirlər görülür. Bu əməkdaşlıq şagirddə məsuliyyət, özünə inam, intizam, ünsiyyət bacarıqları, düzgün dəyərlər sisteminin formalaşmasına kömək edir. Məktəb-valideyn əlaqəsi uşağın emosional intellektinin formalaşmasına da kömək edir. Mən valideynlərlə daim görüşlər keçirirəm. Bu həm valideyn iclasları və yaxud da fərdi görüşlər olur. Onların fikirlərini dinləyirəm. Şagirdin inkişafı barədə onlara məlumat verirəm. Belə bir mühitdə yetişən şagird təkcə bilgili deyil, həm də özünə inamlı, emosional cəhətdən sabit, məsuliyyətli, cəmiyyətə inteqrasiya oluna bilən tam bir şəxsiyyət kimi formalaşır.